Salam, hər vaxtınız xeyir. Analitik həndəsədən düz xətlərə aid 13-cü məsələyə baxırıq. Məsələdə deyilir ki, üçbucağın daxilinə belə bir romb çəkilib və rombun tərəflərinin tənliyini yazmaq tələb olunur. Rombun tərəfləri burada AM, MN, NP və AP-dir. AM və AP tərəflərinin tənliyini yazmaq çox asandır. Çünki AM tərəfi AB parçası üzərindədir. AB parçasının iki nöqtəsi var. A və B nöqtələri. Həmin nöqtələr bizə məlum olduğundan həmin düz xəttin tənliyini yazmaq olar. AB parçasının özündə saxlayan düz xəttin tənliyini yazmaq olar. AB tərəfinin tənliyini yazsaq, elə AM tərəfinin tənliyini yazmış olarıq. Həmçinin AC tərəfinin tənliyini yazsaq, AP tərəfinin tənliyini yazmış olarıq. Bunu da iki nöqtədən keçən düz xəttin tənliyi vasitəsilə yazmaq olar. Tənliyi haqqında ötən videolarda danışmışdıq. Bunlardan birinin tənliyini yazacağım. Bizə əsas vacib olan MN və MP parçalarının tənliyini yazmaq. Gəlin AB tərəfinin tənliyini yazaq. İki nöqtədən keçən düz xəttin tənliyi vasitəsilə yazacağıq. X çıxılsın, X1 burada olsun 1, X1, Y1, bu olsun X2, Y2. X çıxılsın X1, bölünsün. X2 çıxılsın X1, mənfi 1 çıx 1, bərabərdir. Y çıx, Y1, yəni 2, bölünsün. Y2 çıx, Y1, 6 çıx, 2. X çıx 1 böl, mənfi 2, bərabərdir. Y çıx 2 böl 4. İxtisar aparsaq, mənfi 2'ye gedər. Mənfi 1, 2'ye getsə mənfi 1, 2'ye getsə 2. Çarpaz vursaq, 2x çıxılsın 2, bərabərdir. 2 çıxılsın Y. Buradan Y tapsaq, Y bərabərdir. Mənfi 2x çıxılsın 4. Bu oldu AM tərəfinin özündə saxlayan düz xəttin tənliyi. Eyni qaydada biz AP tərəfinin tənliyini yaza bilərik. A və C nöqtələrindən istifadə etməklə. Çünki AC parçası və AP tərəfi eyni düz xətt üzərində yerləşir. Bizə maraqlı olan MN və MP tərəflərinin tənliyini yazmaqdır. Gəlin əvvəlcə göstərək ki, bu üçbucaq bərabər yanlıdır. İki nöqtə arasındakı məsafə düsturunu yadınıza salaq. İki nöqtə arasındakı məsafə düsturu belədir. D bərabərdir. Kök altında x2 çıx, x1'in kvadratı plus y2 çıx, y1'in kvadratı. Bu düsturdan istifadə edərək biz göstərə bilərik ki, AB bərabərdir AC-yə. AB-nin uzunluğunu tapsaq, kök altında 1 çıx 1, 2'nin kvadratı plus 2 çıxılsın 6, mənfi 4'ün kvadratı. Bu bizə verər 4 plus 16, kök altında 20. Eyni düsturdan istifadə edərək AC parçasının uzunluğunu hesablayaq. 1 çıx 5, mənfi 4'ün kvadratı plus 2 çıxılsın 0, 2'nin kvadratı. Bu da bizə kök altında 20 verər. Gördüyünüz kimi bu üçbucaq bərabər yanlıdır. AB tərəfin uzunluğu AC tərəfin uzunluğuna bərabərdir. Odur ki, mən bura alfa desəm, burada alfa olacaq. Bura alfadsa, onda bu bucaqda alfa olacaq. Uyğun bucaqlardır. Bu bucaq alfadsa,
Burada alfa olacaq. Yenə də uyğun bucaqlar. M-in rombun tərəfidirsə, mən bunun uzunluğuna A desəm, M, B, N üç bucağı bərabər yanlı olduğuna burada A olacaq. Rombun bütün tərəfləri A-dır. Bura A, bura A. M nöqtəsi deməli AB parçasının orta nöqtəsiymiş. Bura A demişiksə, P, N, C üçbucağı bərabər yanlı olduğundan burada A olacaq. P nöqtəsi də AC parçasının orta nöqtəsiymiş. M, B, N üçbucağı N, P, C üçbucağı ilə konqurentdir. Çünki uyğun bucaqları bərabərdir və uyğun tərəfləri bərabərdir. Olur ki, mən bura bir B desəm, burada B olacaq. Eyni qaydada N də BC parçasının orta nöqtəsiymiş. M nöqtəsinin koordinatlarına A1, B1 deyək və həmin koordinatları tapaq. M nöqtəsinin koordinatları oldu. A1, B1, A1 bərabər olacaq. A və B nöqtələrinin uyğun koordinatlarını toplayıb yarıya bölmək lazımdır. 1 üstə gəl, -1 bölü 2 bərabərdir 0-a. Ordinatını tapsaq, A və B nöqtələrinin uyğun ordinatlarını toplayıb yarıya bölmək lazımdır. 2 üstə gəl, 6 bölü 2. Bu da 4 edir. N nöqtəsinin koordinatlarını A2, B2 ilə işarə edək. A2, B2. A2 bərabər olacaq. B və C nöqtələrinin uyğun koordinatlarını toplayıb yarıya bölmək lazımdır. -1 üstə gəl 5 bölü 2. 4 bölü 2, 2. Ordinatını tapsaq. 6 üstə gəl 0 bölü 2. 3 verər. P nöqtəsinin koordinatlarını isə A3, B3 ilə işarə edək. P nöqtəsinin koordinatları A3, B3. A3 bərabərdir. A və C nöqtələrinin uyğun koordinatlarını toplayıb yarıya bölmək lazım. 1 plus 5 bölü 2, 3. Ordinatı isə 2 üstə gəl 0 bölü 2. 2 üstə gəl 0 bölü 2 bərabərdir 1. M, N, P nöqtələrinin koordinatlarını tapdıq. Olur ki, biz M-in tərəfini özündə saxlayan düz xəttin tənliyində yaza bilərik və NP tərəfini özündə saxlayan düz xəttin tənliyində yaza bilərik. Gəlin həmin düz xətlərin tənliyini yazaq. Əvvəlcə M-in yazaq. İki nöqtədən keçən düz xəttin tənliyi vasitəsilə. M nöqtəsinin koordinatları məlum, N nöqtəsinin koordinatları məlum. Biz M-in tərəfinin tənliyini yaza bilərik. M nöqtəsinin koordinatları oldu. Tapdıq 0, 4 və N nöqtəsinin koordinatlarını tapdıq 2, 3. İki nöqtədən keçən düz xəttin tənliyini yaza bilərik. X çıx. X1 olsun 0 bölünsün. X2 çıx, X1. 2 çıxılsın 0 bərabərdir. Y çıx, Y1. 3 çıx 4. X böl 2 bərabərdir. Y çıx 4 böl -1. Çarpaz vursaq 2Y çıx 8 bərabərdir -x-a. 2Y bərabərdir -x üstə gəl 8. Y bərabərdir -1 bölünsün 2x üstə gəl 4.
MN tərəfinin tənliyini yazdıq. Rombun MN tərəfinin tənliyini yazdıq. İndi isə MP tərəfinin tənliyini yazaq. NP tərəfinin tənliyini yazaq. N nöqtəsinin koordinatları 2 və 3-dür. P nöqtəsinin koordinatları isə burada tapmışdıq. 3 və 1. 3 və 1. 2 nöqtədən keçən düz xəttin tənliyini yazaq. X çıxılsın, X1 burada olsun 2. Bölünsün. 3 çıxılsın 2. Bərabərdir. Y çıx, Y1 olsun 3. 1 çıx 3. X çıx 2 bölünsün 1 bərabərdir. Y çıx 3 böl mənfi 2. Çarpaz olsaq, Y çıx 3 bərabərdir. Mənfi 2 qız üstəgəl 4. Y bərabərdir mənfi 2 qız üstəgəl 7. Bu isə NP tərəfinin tənliyi oldu. MP tərəfinin tənliyini yazdıq. MN tərəfinin tənliyini yazdıq. AM tərəfinin tənliyini yazdıq. AP tərəfinin tənliyini özünüz yazarsınız. 2 nöqtədən keçən düz xəttin tənliyi vasitəsilə A və C nöqtələrindən istifadə edərsiniz.